Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dadına baxan hər kəsin çox bəyənəcəyi, toyuq filesindən sobada hazırlaya biləcəyiniz çox dadlı yemək resepti paylaşacağam. Əvvəlcə qabığını təmizlədiyim 500 qram göbələyi orta ölçüdə doğrayıram. Çox xırda doğramağa ehtiyac yoxdur. Suyu çəkiləcəyi üçün bir qədər göbələk özü də yığılacaq. Ağızda dadının yaxşı hiss edilməsi üçün belə boyda doğramağınız yaxşıdır. Tavaya əlavə edib ocağa yerləşdirdim və suyu çəkilənə qədər tez-tez qarışdırmaqla bişirdim. Bişən göbələkləri hələlik kənara qoyub 2 ədəd toyuq filesini nazik formada kəsib daha sonra ət döyənlə incəldəcəm. Bu reseptdə mənə təxminən 600 qram toyuq filesi lazım oldu. Sizin bişirəcəyiniz qabın ölçüsünə görə də ərzaqların miqdarı dəyişə bilər. İstəyə görə də artırıb azalda bilərsiniz. Sərt döymürəm ki, filemiz cırılmasın. Belə bir incəlikdə olsa kifayətdir. Ölçüləri 26 sm və 34 sm olan soba listini yağladım. Və yeməyin ən alt qatına gördüyünüz kimi toyuq filesini listdə boşluq qalmayacaq formada düzdüm. Üzərinə zövqə görə duz və qara istiyoz səpdim. Bir orta boy soğanı halqavari formada nazik doğrayıram. Soğanın qalınlığını da göstərim, belə bir formada olacaq. Soğanı toyuq filesinin üzərinə səpirəm. Əlimlə də bir qədər sıxıb bir-birindən ayırıram və toyuq filesini hər tərəfinə gələcək formada yerləşdirdim. 3 ədəd iri kartofu da nazik şəkildə yarımay formasında kəsdim. Soğanın üzərinə kartofu sırayla düzdüm. Əslində sırayla düzmək sizə çətin gəlməsin, çox az vaxtınızı alacaq. Üzərinə duz və qara istiyoz səpdim. Göbələkləri də kənarda unutmayaq. Kartofun üzərinə əvvəlcədən hazırladığımız göbələkləri əlavə etdim. 2 ədəd biberi də 4 hissəyə bölərək nazik doğradım. Yeməyin üzərinə bibərləri də əlavə edirəm. Son olaraq qabığını soyduğum 2 pomidoru ortadan bölüb yarım formada doğradım. Pomidorunu da doğrayarkən nazikliyinə diqqət etsəniz yaxşı olar. Daha sonra kartof kimi pomidoru da bir sıra şəklində düzdüm. Üzərinə zövqə görə duz və qara istiyoz səpdim. Sıxma torbasına 4 dolu yemək qaşığı mayonez əlavə etdim. Rahat istifadə etmək üçün mən sıxma torbasından istifadə etdim. O qədər də vacib deyil. Və yeməyin üzərini hər tərəfini mayonezlə örtdüm. Mayonezin miqdarı da sizdə qabın ölçüsünə, vurduğunuz qalınlığa görə də dəyişə bilər. Yeməyi əvvəlcədən qızdırdığım 200 dərəcəli sobada alt üst rejimdə alt hissəsinə daha yaxın olmaqla qoyaraq bişirdim. Təxminən 30 dəqiqənin sonunda, yəni bişənə yaxın üzərinə rəndələdiyim 200 qram Holland pendirini səpəcəm. Yeməyin üzəri bu şəkildə qızarıb, demək olar ki, altın suyu çəkilənə yaxın üzərinə pendirini səpib və təkrardan sobaya yerləşdirərək pendir əriyib istədiyim forma alana qədər bişirəcəm. Kənarları gördüyünüz kimi bir qədər yığılmışdı və pendiri səpərkən üzərinə basıb kənarlarını da səliqəyə saldım və yenidən sobaya yerləşdirib pendir əriyənə qədər bişirdim. İri formada dilimləyib servis edirəm. Çox dadlı alınır və bir dilimi ilə də rahatlıqla doymaq olar. Çox ləzzətlidir. Hazırlamağınızı tövsiyə edirəm. Hətta qonaq süfrələrində mən bunu tez-tez hazırlayıram. Mütləq siz də yoxlayıb dadına baxıb rəylərdə də bizimlə paylaşmağı unutmayın. Ümid edirəm bu video sizin xoşunuza gələcək və faydalanacaqsınız. Əgər belədirsə videonu bəyənməyi, yaxınlarınızla, dostlarınızla paylaşmağı da unutmayın. Kiçik də olsa rəy yazaraq kanala dəstək ola bilərsiniz. Hələ də abunə deyilsinizsə, abunə olub zınqrov işarələrini açın ki, qoyduğum videolardan dərhal xəbərdar olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allah'a əmanət olun.